Sabahınız xeyir, hörmətli tamaşaçılar, gününüzün uğurlu olacağına inanır. Xidman kanalının bugünkü səhər proqramında bir-birindən maraqlı rubrikalar və mövzular sizə təqdim olunacaq. Odur ki, gözünüz bizdə olsun. Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Həftənin bazar ertəsi üçün nəzərdə tutulan buraxılışımız efirdədir. Bugün də sizə maraqlı rubrikalar, sujetlər, eyni zamanda qonaqları təqdim edəcəyik ki, həm də idman xəbərlərindən məlumat verəcəyik. Elə başlayaq xəbərlərdən. Başlayaq? Başlayaq. O bir filmdə var, deyir ki, hardasan ey Məşədi Kazım, gəl gör cənnətivi nə hala salıblar. Deyəsən, Qaynana filmindən bir epizoddur. Bəs Məşədi Kazım kimdir? Məşədi Kazım Arsenalın sabiq baş məşqçisi Arsen Wenger idi. Ancaq deyərsən, Arsenal artıq növbəti Məşədi Kazımın tapıb. Söhbət Mikel Artetadan gedir. Məhz onun rəhbərliyi altında komanda artıq son dövrlər ümidləri doğrultmaqdadır. Düzdür, bilmək olmaz, onlar hal-hazırdakı o ilk pillədəki mövqeyi mövsümün sonunda əldən verəcəklər ya yox. Görünən odur ki, komanda 19 ildən sonra çempionluğa çox yaxındır. Və sonuncu turda dünən keçirilən oyunda Manchester United'i 3-2 hesabı ilə məğlub elədilər ki, bu qələbə çox şeydən xəbər verir. Hal-hazırda ən yaxın izləyiciləri olan Manchester City-ni Arsenal komandası 5 xal qabaqlayır və bir oyun da ehtiyatında var. Görək mövsümün sonunda hansı nəticə qeydə alınacaq? Arsenal çempion ola biləcək, yoxsa yox? Sən nə düşünürsən bu haqda? Məncə qoruyub saxlaya biləcək, həqiqətən çox yaxındır. 19 illik fasilə uzun müddət kifayət eləyir. Yəni, Arsen Wengerin rəhbərliyi altında 2018-2019, daha doğrusu, yəni 19 il az vaxt deyil, Kseniya, Arsenal azarkeşləri üçün. Bu qədər səbr eləyib, gözləyiblər. Dünən həqiqətən Manchester United ilə oyunda elə bir şou göstərdilər ki, Emirates'də. Həqiqətən yəni, çox möhtəşəm bir qələbə idi ki, mənə elə gəlir ki, bu təsadüfi qələbə deyil. Digər rəqiblərini də 5 xal qabaqlamaları, bir oyun az keçirməkləri həqiqətən çox şeydən xəbər verir. Başqa nə xəbərlərin var sənin? Demək, kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 9-cu turun görüşləri artıq başa çatıb. Belə ki, son turun maraqlı görüşlərdən biri isə Ertaş Səfərli ilə Nicat Abbasov arasında oynanılıb. Nəticədən asılı olaraq qalib ilk dördlükdə yer almaqla çempionluq uğrunda mübarizəni davam etdirəcək. Ağ fiqurlarla oynayan Ertaş Səfərli görüşü qələbə ilə başa vurmaqla final mərhələsinə vəsəqə qazanmışdır. Komandalarımızdan Qarabağın hazırlığı ən çox diqqət mərkəzindədir. Qarabağın UEFA Konferans Liqasının play-off mərhələsindəki rəqibi də, baxmayaraq ki, Qarabağ hələ çempionatın 3-cü dövrəsinin oyunlarına ancaq rəqib artıq dünən daha bir oyun keçirdi Belçika çempionatında və komanda bu dəfə Saint-Trudeni səfərdə 3-0 hesabı ilə məğlub elədi. İlk qolu Salah vurdu. Yox, sizin bildiyiniz Məhəmməd Salah yox. Bu İbrahim Salahdır. 21 yaşı var, Belçikada doğulub. Wikipediyasında dəqiq yazılmayıb haralıdır. Elə böyük ehtimalla Misirdəndir. O da deməli adaşı kimi. Başqa İbrahim Salah da var idi, misal üçün yeri gəlmişkən, o da 35 yaşındadır, Misir çempionatında oynayır, vaxtilə Misir milli komandasında da oynayıb, ancaq görünən odur ki, Salahlardan ən məşhuru, hal-hazırda Liverpoolun futbolçusu Məhəmməd Salahdır, ancaq son vaxtlar, son 4 oyunda ümumiyyətlə Liverpoolun, yəni söhbət Premier Liqadan gedir, Liverpoolun heyətində heç bir oyunda fərqlənməyib Məhəmməd Salah. Biz qaydaq Saint-Truden Gent maçına ki, qeyd elədiyim kimi 3-0 hesablı qələbə qazandı və turnirin cədvəlinin 4-cü pilləsinə yüksəldi Gent komandası və bu qələbədən sonra hal-hazırda komandanın vəziyyəti çox yaxşıdır. Hər birimiz səbirsizliklə gözləyirik fevralın 16-sını ki, Qarabağ Gentlə Bakıda oynayacaq. Bir həftə sonra isə bu komandalar Belçikada üzə gələcəklər ki, biz qələbəni kimə arzulaya bilərik? Yalnız Qarabağa. Ona görə də komandamıza uğurlar arzulayırıq. İnanırıq ki, komandamız Konferans Liqasının play-off mərhələsində Genti də mübarizədən kənarlaşdıracaq. Niyə də yox? Belə əziz tamaşaçılar, sırada isə bizim təqvimimiz var. Dünya idman aləmində bugünə baş verən ən mühüm hadisələrdən danışacaq öz təqvimimizdə. Artıq sözə ehtiyac yoxdur. Gəlin, birlikdə izləyək. Baxaq. Əməkdar jurnalist, Azərbaycanın ilk futbol şərhçisi Valid Sənaninin anım günüdür. O, 2011-ci il yanvarın 23-də 76 yaşında vəfat edib. 1958-ci ildən ömrünün sonuna kimi televiziyada işləyib. Bir sıra radio oçerklərin, radio kompozisiyaların müəllifidir. Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasının üzvü olan Valid Sənani, həmçinin dövlət tədbirlərinin, keçmiş Sovet Respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.
23 yanvar tarixində dünyaya gələn daha bir neçə titullu idmançını da tanıyaq, hansı ki, 2 dəfə Olimpiya çempionu adını qazanıblar. İtalyan bobsleyçi Eugenio Monti 1928-ci, Rusiyalı üzgüçü Sergey Koplyakov 1959-cu, Amerikalı xanım futbolçu Julie Fodi 1971-ci, Rusiyalı idman gimnastı Aleksey Boropayev 1973-cü ilin bu günü anadan olub. Günün idman hadisəsi 2002-ci il yanvarın 23-də şahmat tacı uğrunda 8 görüşlük marafon vaxtından əvvəl başa çatıb. 18 yaşlı Ukraynalı qrosmeyster Ruslan Ponomaryov həmyerlisi Vasili Ivançuku 4 xal yarım, 2 xal yarım hesabı ilə məğlub edərək şahmat tacına yiyələnən ən gənc şahmatçı kimi adını tarixə yazıb. Bax, belə təqvimi izlədik, ümumi təqvim idi bu. Bir xəbərim var əslində, Kseniya, Rusiya mətbuatı yazır. Bəlkə də Azərbaycanlıdır, ancaq Rusiya mətbuatı yazır ki, Dağıstanlıdır. Söhbət 15 yaşlı, özü də Manchester United Futbol Akademiyasından yetirməsi olan Amir İbrahimovdan gedir. Deməli, məşqçilər Amirdən hər tərəfli yararlanırlar. Deyim ki, həm Manchester'in 16 yaşlılardan ibarət komandasında, eyni zamanda 18 yaşlılardan ibarət komandasında oynadılar. Misal üçün, bir gün ərzində 2 qarşılaşmaya çıxıb Amir İbrahimov. Əvvəlcə 16 yaşlılardan ibarət komandanın Liverpool'la maçında qələbə qolunu vurub. Yenə 18 yaşlardan ibarət komandanın heyətinə yenə Liverpool'a qarşı oynayıb. Bu dəfə ehtiyatdan meydana çıxıb, komandasının qələbəsində pay sahibi olub. İndi ən maraqlısı ondan ibarətdir ki, araşdırmaq lazımdır. Əslində, yəqin ki, Futbol Federasiyasının bilmirəm, bundan xəbəri var ya yox. Lazım idi ki, daha doğrusu lazımdır ki, hal-hazırdakı məqamda da geçsinlər, danışsınlar, araşdırsınlar, nə qədər gec deyil, milli komandamıza dəvət eləsinlər. Bax, belə, futboldan danışmışkən, bəli, sırada bizim növbəti təqvimimiz var. Növbəti təqvimimizdə biz Alain Robben'dən danışacağıq. O isə bildiyimiz kimi məşhur Niderlandlı futbolçudur. 38 yaş tam olur Arjen Robben'in. Nə dünya çempionu ola bildi, nə də Avropa çempionu. Ancaq medalları var hər iki yarışdan. Bax, belə, 38 yaş tam olur. İzləyək ona həsr olunan video çarxımızı, sonra qaydacağıq. Belə, əziz tamaşaçılar, davam edirik maraqlı söhbətlərimizlə. Bugün maraqlı qonaqlarımız var da həm də. Görək. Əslində, bizim gənclərlə bağlı bir video çarxımız var. Həmin o təklif edirəm ki, çarxa baxaq, Kseniya bir yerdə. Baxaq. Sonra qonaqlarımızı dəvət edəcəyik, daha ətraflı danışacaq, hələ vaxtımız çoxdur. Nə deyirsən? Gəl, izləyək birlikdə. Baxaq. Bax, belə izlədik gənclərlə bağlı maraqlı video çarxı. Elə söhbətimiz də Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə olacaq. Gəl, vaxt itirmədən qonaqlarımızı stüdiyamıza dəvət edelim. Fuad Babayev, Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdürü və Ramal Cabbarov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi. Hər birinizi xoş gördük. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Səhər tezdən bilirəm, yuxudan oyanmaq çətindir, Fuad müəllim. Çətinlik törətməcə sizin üçün. Həm də nəzərə alsaq ki, verilişdən bir müddət əvvəl yuxudan oyanmaq var. Sonra əgər yol uzundursa, bu yolu qət eləmək lazımdır. Verilişdən əvvəl studiyaya gəlmək lazımdır. Biraz bu məsələdə bəxtim gətirdi ki, mən hər gün səhər demək olar ki, bu istiqamətdə gəlirəm. Çünki övladlarım burada yaxında məktəbdə oxuyurlar, ona görə belə bir çətinlik yaşamadım. Amma biraz Astıven həyətinə girəndə bir balaca orada. Həyəcanlanız. Həm həyəcanlanın, ötxac var idi. Bilirik ki, Azərbaycan dövlət siyasətinin əsas hissələrindən biri məhz idman təşkil edir və dövlət səviyyəsində idmana göstərilən qayğı barədə nə deyə bilərsiniz? Mən təəssüf ki, idmanı təmsil etmədiyim üçün, amma onu deyə bilərəm ki, təbii ki, idman siyasəti Gənclər və İdman Nazirliyinin iki siyasətindən biridir, iki fəaliyyət istiqamətindən biridir və idmanın güclərinə nail olması, əhalinin sağlam həyat tərzinin təbliği
deyərdim ki, Nazirliyin əsas fəaliyyətlərindən biri. Bizdə idman özü 2 hissəyə bölünür. Və peşəkar idman və əhalinin sağlamlığında idmanın iştirakı. Və düşünürəm ki, kütləvi idmanın təbliğ və təşviqi Azərbaycan əhalisinin daha sağlam olmasına və eyni zamanda da Azərbaycan Milli Prioritetlər İstiqaməti 2030-da da məhz cəmiyyətin sağlam ruhda, sağlam həyat tərzinə böyüməsi xüsusi istiqamətlərdən biridir. Sizin fikirləriniz maraqlıdır. Ümumilikdə işiniz barədə məlumat verin. Tamaşaçılarımıza yaxından tanısın sizi. Adım Ramil və Gənclər və İdman Nazirliyi olaraq həm Gənclər istiqamətində, həm də idman istiqamətində cəmiyyətin sağlam həyat tərzində böyüməsi, o cümlədən də müxtəlif səpkidə təlimləndirilməsi, təkmilləşdirilməsi və bu istiqamətdə fəaliyyətlər təşkil olunur. Az öncə də vurğuladığınız məqam ki, idmanla bağlı məqamı istəyirdim ki, biraz da açıqlayaq. Təbii ki, o sağlam bədən, sağlam həyat tərzi bundan sonraki addımlar üçün hər zaman bir prioritet, bir güc mənbəyi olur. Əgər gənclərimiz daha sağlam mühitdə və sağlam həyat tərzi ilə məşğul olarlarsa, mən düşünürəm ki, bu gənclərin növbəti fəaliyyətləri üçün, özlərini inkişaf etdirilməsi üçün, karyeralarının təkmilləşdirilməsi üçün, o cümlədən də cəmiyyətə daha faydalı şəxsiyyət kimi formalaşması üçün düşünürəm ki, ən yaxşı bir vasitələrdən olacaqdır. Biz təbii ki, Gənclər və İdman Nazirliyi olaraq müxtəlif tədbirlər, layihələr həyata keçiririk və bu layihələrdə də ən əsas məqamlardan biri məhz idmanın kütləviləşdirilməsi ilə bağlı məqamlardır. Biz düşünürük ki, bugünkü gənclər nəyə daha çox fokuslanırlar, nəyə daha çox seçirlər və görünən odur ki, gənclər daha çox trendin arxasınca, yəni kütlə nəyi seçirsə, bir növ o kütlənin arxasınca gedirlər. Və bu alət də və bu alqoritm də deyək ki, özünü məhz sağlam həyat tərzinin təbliği ilə daha çox göstərə bilər. Gəncləri məhz aktiv, az öncə vurğuladığınız səhər oyanmaq, yeri gəldiyində işə bir qədər piyada getmək, növbə mədəniyyəti. Aktiv həyata səsləmək demək olar. Yəni burada həm aktiv həyat var, həm də ki, nümunəvi şəxsiyyət məsələsi. Deyək ki, cəmiyyətimizdə növbə mədəniyyətindən tutun, daha sonra gözəl nitq qabiliyyəti tutun, müxtəlif. Yəni hər kəs mən düşünürəm ki, bir həyat tərzini gənclərdən də, gənclər arasında da bu nümunəvi fəaliyyətləri daha çox təbliğ etməmiz lazımdır, məhz gənclərin dilində. Həm də dövlət səviyyəsində idmana göstərilən qayğı, həm də idmanın populyar olmayan növlərinə də, növlərinin daha doğrusu inkişafına da öz təsirini göstərdi. Bununla bağlı nə deyə bilərsiniz? Təbii ki, bu günləri cəmiyyətimizdə daha çox populyar idman növlərindən meyllənmə var. Amma düşünürük ki, bu idman növlərindən əlavə də gənclərin məhz digər populyar olmayan idman növlərini ilə də tanıtmaq lazımdır. Çünki bəzən olur ki, gənclər daha çox etdikləri və gördükləri idman növləri haqqında fikir sahibi olurlar, sonra valideynlərin də bu məsələdə böyük qərarlar olur ki, onları yönləndirirlər uşaq vaxtından. Amma məhz Gənclər və İdman Nazirliyi olaraq da mən düşünürəm ki, biz bu istiqamətdə işlərimizi məhz federasiyalarla və idman təşkilatları ilə qurmaqla populyar olmayan, Azərbaycanda populyar olmayan, amma dünyada qəbul edilən və düşünürəm ki, burada da yaxşı potensiallı gənclər ola bilər. Müxtəlif tədbirlər və layihələr çərçivəsində biz yeni idman növlərinin də təbliğini həyata keçirməkdə davam edəcəyik. Fuad müəllim, mən istəyirdim siz bu gənclərlə iş, xüsusilə sizin işiniz bundan ibarətdir, gənclərlə işləyirsiniz. Çətin deyil ki, gənclərlə işləmək, çünki hərə bir yeni həyatlarında yeni mərhələyə qədəm qoyan insanları, necə deyim, bir yerə toplamaq, onlarla iş görmək, nə qədər çətinlik törədir? Deməzdim çətindir, əslində daha çox maraqlıdır. Təbii ki, hər bir işin həm də çətin tərəfləri var. Biz yeniliklər barədə daha çox gəncliyi düşündürən, gəncliyə yönəlik fəaliyyətlər barədə danışaq. Çünki nəzər salaq ki, Azərbaycan gəncliyi son 30 ildə çox möhtəşəm bir yol keçmiş bir gənclikdir. Və əgər cənab prezidentin sözü ilə desək, onun dövründə böyümüş gənclik bugün torpaqlarımızı azad etdi. Və cənab prezidentin çıxışlarında da daimi olaraq Azərbaycan gəncinin milli mənəvi və vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə olunması əsas məqsəd kimi, əsas prioritet kimi irəli sürülür. Onun üçün düşünürük ki, bugün Azərbaycan gəncliyinin vətənpərvərlik ruhuna tərbiyə olunması bizim ən birinci vəzifələrimizdən biridir.
Təbii ki, eyni zamanda gəncliyə təsir göstərən müxtəlif həm xarici, həm daxili, o cümlədən müxtəlif belə deyək, təsirlər də var ki, neqativ təsirlər də var ki, ondan mütləq gəncliyimizi qorumalıyıq. Çünki biz gəncliyimizi qorusaq, biz gələcəyimizi daha da fundamental, gələcəyimizi qorumuş olarıq. Bəli, həm də gələcəyimizin bayaq qeyd etdiyimiz kimi həm sağlam, həm Ramin də bayaq qeyd elədi ki, həm sağlam düşüncəli, həm sağlam ruhlu bir cəmiyyətlə yaşamış oluruq. Çünki gənclik təbəqəsi belə bir təbəqədir ki, gənclər qrupu belə bir qrupdur ki, çox dəyişkən bir qrupdur, çox müxtəliflik həddin adı çoxdur. Mən elə sualın əvvəlində bunu nəzərə alıb o sual vermişdim ki, yəni çətinlik törətmir ki. Əslində, hərdən özümüz də düşünürük ki, bilirsiniz, gənclərlə ünsiyyətdə olanda biz eyni gənclərlə ünsiyyətdə olmaq və eyni gənclik istiqamətində işləmirik. Çünki bunun yaradıcısı var, bunun istər idman sahəsində təmsil olunanı var, o cümlədən IT texnologiyalar sahəsində, elm sahəsində, təhsil sahəsində, beynəlxalq əməkdaşlıqda, qeyri-hökumət təşkilatlarında, tələbə gənclər təşkilatlarında, gənclər evlərində və təxminən biz Ramillə belə söhbət edirdik. Keçən ilki fəaliyyətimiz bir keçən ilki 22-ci ilin fəaliyyəti təxminən 18 gənclər kateqoriyasını əhatə etmişik. Yəni, bu az deyil, yəni çox böyük bir, əslində bizim üçün gücdür. Çünki maraqlıdır. Yəni, sosial sahədə gənclik nə iş görüb, humanitar sahədə nə iş görüb, mədəni sferdə nə iş görüb, təmsilçilikdə harada nə iş görüb. Amma bizim üçün xoş olan odur ki, hər il gəncliyin qeyd etdiyi bir gün var. O da 2 fevral Azərbaycan Gənclər Günüdür. Və bir neçə gün sonra artıq biz bu günü qeyd edəcəyik. Və qeyd edeyim ki, MDB və Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda bu gün təsis olunub. Yəni, hətta qeyd edeyim ki, Ümummilli liderin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumu keçiriləndən sonra onun növbəti ilində, yəni forumun keçirildiyi gün məhz Gənclər Günü kimi elan olunub. Və 1997-ci ildən başlayaraq günü kimi qeyd olunur. Və qeyd edeyim ki, bir maraqlı belə bir paradoks da var ki, beynəlxalq səviyyədə 98-ci ildə Lissabonda BMT tərəfindən Beynəlxalq Gənclər Günü 12 avqust kimi qəbul edilmişdir. MDB-də isə 99-cu ildə qəbul edilmişdir. Yəni, bizdən daha sonra. Biraz belə ciddi iddiadır, amma istəməzmə bir iddia deyim. Yəni, demək ki, bu o deməkdir ki, gənclər siyasəti və gənclərlə iş həmişə ön planda olur. Məsəl üçün, belə bir sizə misal gətirim. Məsələn, Ümummilli liderin 69-cu ildə o vaxt Komünist Partiyasının birinci katibi olarkən, Azərbaycan rəhbərliyi eləyərkən, onun cəmisi 3 ay ərzində idi, hələ ki rəhbərlik edirdi. İlk verdiyi sərəncamlardan biri gənclərin məhz vətənpərvərlik tərbiyəsi ilə bağlı idi. Və eyni hal təzədən 93-cü ildə ikinci dəfə hakimiyyətə dəvət olunandan sonra üstünə 3 ay keçmədi, yenə Azərbaycan gənclərlə görüşdü. Sentyabr ayında onların ünsiyyətdə oldu və 94-cü ilin artıq yay aylarında Gənclər və İdman Nazirliyi yaradıldı və ilk onun yaratdığı nazirlik idi. Bu da deməkdir ki, gələcəyə, həm də bilirsiniz, nə qədər ki, cəmiyyət belə mənəvi cəhətdən sağlam və fiziki cəhətdən möhkəm olsa, cəmiyyət o qədər sağlam olacaq və möhkəm olacaq. Bu da hardan başlayıb da gənclikdən başlayıb. Əlbəttə. Söhbətimizi davam elətdirəcəyik Fuad müəllim, Ramil müəllim. Ancaq hal-hazırda bizim reklamlarımız var, reklamlarımıza baxıb qaydaq. Davam edirəm məsələmaşaçılar, Ramil müəllim, sizinlə davam etmək istərdim. Bildiyimiz qədərilə Sovet dönəmlərində məşqçilər öz idmançılarını, tələbələrini, daha doğrusu istedadlı idmançıları və gəncləri seçmək üçün hətta məktəblərə belə gedirdilər və şagirdlər arasında istedadlı gənci üzə çıxarırdılar. Bəs indi o seçim necə aparılır, nə cür? Bununla bağlı məhz Gənclər İdman Nazirliyinin bir maraqlı bir layihəsi var. Məhz bunun adı biz Sağlam Həyat adını vermişdik bu layihənin və ötən illəri elə bu ərəfələrdə məhz Sağlam Həyat Günləri adı altında layihələr keçirilirdi və Dənizkənarı Milli Parkda, daha sonra böyük kütlənin çox olduğu yerlərdə
məhz sağlam həyat günlərinə gələn insanlar hər kateqoriyada, yəni hər yaş qrupunda insanlar sağlam həyat kriteriyalarına nə qədər cavab verib vermədiyini məhz ölçə bilirdilər. Çox maraqlı bir kütləvi idman tədbiri alınmışdı. Hər kəs gəlirdi ora və öz potensialını orada ölçürdü. Deyəlim ki, sizin yaşınıza uyğun olaraq neçə dəfə turnikdə dartılmalısınız, nə qədər məsafə tullanmalısınız, nə qədər saniyədə siz qaçış həyata keçirməlisiniz. Və bu bir növ həm də insanları sağlam həyat tərzində nə qədər hazırlıqlı olduqlarını göstərirdi. Suala gəldik. Bir növ o hazırlığı yoxlamaq kimi. Bəli. Əslində insanlar bir nöqtədə bir məsələ var. Hərdən insanlar başları o qədər işlərə və gündəlik bu fəaliyyətlərə qarışır ki, bəzən idman yaddan çıxır. Biz burada idmanı bəlkə də iki yerə bölsək daha doğru olar. Yəni bu sağlam həyat tərzi üçün idman, yəni idman hamı üçün və peşəkar. Peşəkarı təbii ki, bunun biz yolunu bilirik ki, burada klublardan, federasiyalardan, milli komandaya qədər gedən bir yoldur. Amma bizim niyyətimiz bu istiqamətdə gəncləri məhz daimi olaraq idman anlayışını beyinlərdə həkk etməkdir. Artıq idman bir trendə çevrilməsi lazımdır, hobbiyə çevrilməsi lazımdır. Artıq insanlar həm səhər, həm axşam, səhər idmanı, axşam gəzintisi, bu ərəfələrdə artıq bunu unutmamalıdırlar və orada göstəricilərdə də onlara cavab verməsi lazımdır ki, mən bu yaşdayam və bu göstəricilərə cavab verməm lazımdır və daimi olaraq idmanla məşğul olmam lazımdır. O ki, qaldı suala ki, necə seçilir, mən düşünürəm ki, bu istiqamətdə də bizim növbəti yaxınlarda bir layihələrimiz olacaqdır ki, məhz məktəblərdən, universitetlərdən, təhsil ocaqlarından potensiallı gəncləri necə ortaya çıxartmaq olar və bu istiqamətdə də biz düşünürük ki... Bu layihələrin detallarını bizə açıqlaya bilmərsiniz? Çünki hal-hazırda layihə müzakirə ərəfəsindədir və biz maksimumda çalışırıq ki, burada digər dövlət qurumları ilə birgə əməkdaşlıq şəklində həyata keçirilsin və kompleks bir tədbir olsun. Yəni bu təkcə böyük şəhərlərdə deyil. Çünki deyəlim ki, məsələn, Mingəçevirdə kürd sayımız var, bəlkə də orada çox potensiallı üzgüçülər yetişibdir. Biz burada kompleks necə eləyək ki, bu layihə hər bir vətəndaşı, hər bir potensiallı gənci əhatə etsin və bu layihənin də detalları hal-hazırda işlənmə ərəfəsindədir. İdmanın ki, kütləviliyindən danışırıq. Mən bunu xüsusilə qeyd eləmək istəyirəm ki, misal üçün, cənab nazirin tez-tez belə tədbirlərə, yarışlara qatılmağı, idmançıların arasında olmağı, açığı bu həm də bir növ böyük bir stimuldur idmançılar üçün. Yəni bunu vurğulamasaydım olmazdı. Fuad müəllim, sizin davam eləmək istəyirəm. Əslində adından da göründüyü kimi Nazirliyin Gənclər və İdman Nazirliyidir. Misal üçün, idman tərəfinə nəzər yetirdikdə tez-tez idman yarışları olur. Daim təbliği ilə deyim sizə ki, gəlin səmimi etiraf eləyək ki, yəni bilmirəm nə qədər düzgün iş aparılır, ancaq göz qabağındadır daim o idmanla görülən iş. Bax, o gənclərlə görülən işin təbliği niyə bu qədər zəifdir deyə bilərik, yoxsa? Biraz ciddi iddia olar əslində. İdman belədir ki, bu hamının çox böyük bir kütlərin marağında olan bir məsələdir. Yəni, hansı sahədə təmsil olunmağından asılı olmayaraq, bütün əhali qruplarının marağında olan sahədir. Amma gənclər sahəsində belə qeyd etdiyimiz kimi, məsələn, yaradıcı gənc onun öz aləmi vardır. O, məsələn, idmana maraqlı olmaya da bilər, amma öz sahəsində maraqlıdır. Və yaxud da ki, qeyri-hökumət təşkilatlarında təmsil olunursa, öz sahəsində maraqlıdır. Yəni, gənclər qrupu biz dediyimiz kimi, 17-18 yaş kateqoriyanı əhatə edirsə, yəni bugün, məsələn, onlar öz sahələrində çox fəaldırlar. Məsələn, bugün Azərbaycan gəncliyi 30-dan artıq beynəlxalq platformalarda təmsil olunur və sözünü deyir. Azərbaycan gəncliyi 2-ci Qarabağ müharibəsinin informasiya cəbhəsində çox fəal rol oynayıb və çox ciddi də düşmənə başqa bir istiqamətdə necə zərbə endirmək lazımdır, zərbəsini endirir. Azərbaycan gəncliyi bugün bütün sahələrdə, bütün sferalarda çox fəal təmsil olunur. İstər dövlət quruculuğu, istər dövlət orqanlarında, istər bələdiyyələrdə, istər parlamentdə, istər müxtəlif nazirliklərdə və qurumlarda Azərbaycan gəncliyi çox fəal təmsil olunur. Bu gəncliyin təxminən gənclər əhalisinin təxminən 22-23%-ni gənclər əhalisi təmsil belə əhatə edir. Yəni 10 milyon əhalinin təxminən 22-23%-i gənclərin yaş kateqoriyasına düşür.
Və bu gün Gənclər İdman Nazirliyinin tabeliyində 35 Gənclər evi fəaliyyət göstərir. Onun artıq 30-a yaxın fəaliyyəti tam təmin edilib və bu yaxınlarda artıq bir neçəsinin fəaliyyəti tam təmin ediləcəkdir. Təkcə 2022-ci il ərzində əgər baxsaq, Azərbaycan gəncliyinə yönəlik təxminən 9 mindən artıq fəaliyyət icra olunur. Onların içərisində birbaşa nazirliyin özünün həyata keçirdiyi təxminən 100-dür və onların içərisində 13-ü beynəlxalqdır. Digərləri regionlarda icra olunmuş fəaliyyətlərdir. Və yenə qeyd etdiyim kimi, məsələn, bir idman yarışında 100 nəfər, 500 nəfər, 1000 nəfər iştirak edirsə, Gənclər tədbirində 10-15 nəfər də iştirak etməklə, yəni onun tədbiri baş tutmuş hesab etmək olur. O nöqteyi nəzərdən də gənclər sahəsi daha çox fərdi inkişaf, gəncliyin özünü belə deyək də, gəncliyin həm fərdi inkişafına, həm onun təmsilçiliyinə, həm də özünü axtarıb tapmasına yönəlmiş bir siyasətdir. Nəzərə alsaq ki, Gənclər İdman Nazirliyinin təkcə 2022-ci il fəaliyyəti təxminən 62%-ni qeyri-formal təhsil əhatə edib. Bu da nədir? Düşərgələrdir, festivallardır, sərgilərdir, təlimlərdir və bu istiqamətdə yönəlik fəaliyyətlərdir. Və qeyd edim ki, artıq bayaq da qeyd etdik, bu yaxınlarda 2 fevral Gənclər günü olacaq və bu günün önəmi çox böyükdür. Yəni, bu gün ərəfəsində biz artıq 2 ildir ki, Gənclər həftəsi elan edirik və müxtəlif tədbirlər həyata keçiririk. Təkcə 2022-ci il Gənclər həftəsi çərçivəsində 600-dən artıq fəaliyyət olmuşdur bütün ölkə üzrə. Bu il isə biraz fərqli formatda yanaşmışıq. Müxtəlif kateqoriyalı təmsil olunan gəncləri əhatə etməyə çalışacaq. Məsələn, qeyd edək ki, gözlənilir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 10 gənclər üçün prezident mükafatı verilsin. Sonra Gənclər İdman Nazirliyi tərəfindən təxminən 30-a yaxın ilin gəncin seçilməsi və onların mükafatlarının təqdim edilməsi nəzərdə tutulur. O cümlədən bəlkə sizin üçün maraqlı olacaq, gənc jurnalist və blogerlərin ilk forumunu keçirmək istəyirik, onları bir araya gətirmək istəyirik. Maraqlı tərəfinə gəldiniz, bizim üçün maraqlıdır. Orada bizim üçün çox maraqlıdır, çünki bu sahə də gəncliyin son dövrlərdə çox fəal istifadə edilir sahədə. Bu haqda daha ətraflı danışarıq mənə elə gəlir. Kseniyanın da sualı var. Bəli, tədbir demişkən, bildiyimiz qədərilə gənclər arasında çox tez-tez flashmoblar təşkil olunur və bu cür flashmobların yaxın zamanda keçirilməsi planlaşdırılırmı? Əslində, flashmoblar daha çox havadan asılı olaraq icra oluna bilir. Biz 2 fevral ərəfəsində bəli, nəzərdə tutmuşuq belə bir flashmobun nəzər keçirilməsi. Siz bayaq görsədəndə gənclərlə bağlı sujetlərdə biz orada görürüz Azərbaycan yazılmış o bayraq. O təxminən bilim qədəri 6000-dən artıq gənci bir yerdə elədiyi flashmob idi. Onu tələbələr etmişdilər və çox maraqlıdır o flashmob. Təbii ki, bu cür fəaliyyətlər də mütləq olacaq, amma biz bu fəaliyyətləri Bakıda yox, Azərbaycanın regionlarında təşkilini nəzərdə tutmuşuq. Gəlin bu cür flashmoblara elə bir daha baxaq, izləyək özümüz tamaşaçılar, daha sonra söhbətimizə yenidən qayıdacaq. Baxaq. Bir qədər əvvəl, əslində bu flashmobdan əvvəl söhbətimiz elə bir məcraya gəldi, çıxdı ki, bizim də peşəmizə yaxın oldu bu söhbət. Elə istəyirəm, o mövzumuzu davam elətdirək. Jurnalistlərlə, gənc blogerlərlə bağlı o tədbirlər nə vaxt keçiriləcək? Bax, istəyirəm, bu haqda biraz məlumat verəsiniz. Buyurun. Məhz Gənclər həftəsi çərçivəsində keçiriləcək tədbirlərdən biri də, çox saylı tədbirlərdən biri də məhz gənc jurnalisti və blogerlərlə görüş forumu təşkil olunacaqdır. Əslində, məqsəd nədən ibarətdir? Bildiyiniz kimi, bu günləri gənclər müxtəlif sosial şəbəkələrdə məhz blogerlərin fəaliyyətini yaxından izləyirlər, hətta onları belə deyək də, onlara təsir edən məqamlardan biridir və o cümlədən də gənc jurnalistlər. Gənc jurnalistlər də bizim üçün nəyə görə maraqlı bir gənclər qrupudur ki, məhz gənclər siyasətinin daha çox təbliğ olunması və bu istiqamətdə jurnalistlərin yetişdirilməsi və onlara bu fəaliyyətə daha yaxından, içindən məlumatların ötürülməsidir. Və bu, düşünürük ki, bu bir şəbəkələşmə, bir-birlərlə ünsiyyətin artması, o cümlədən də biz Gənclər İdman Nazirliyi olaraq bu şəxslərlə birlikdə əməkdaşlığı maraqlı görürük.
və düşünürük ki, elə bax, müxtəlif sosial şəbəkələr, Facebook, Instagram, YouTube, TikTok kimi platformalar bu günləri gənclərin ən çox istifadə etdiyi platformalardır və düşünürük ki, bu günləri bu sosial şəbəkələrdə gənclərin maraqlarına uyğun və gənclər siyasətinə uyğun maraqlı kontentlər yaradılmalıdır. Bəzən olur ki, biz saatlarla vaxt keçiririk, amma saatın sonunda baxırıq ki, heç bir qazancımız yoxdur. Yəni, nə bilikdə, nə asudə vaxtın faydalı keçirilməsində və düşünürük ki, Gənclər İdman Nazirliyi ilə jurnalistlər və gənc jurnalistlər və blogerlərin əməkdaşlığı bu fonda maraqlı kontentlərin yaradılmasında yaxşı bir vasitə ola bilər və müxtəlif mövzular. Çünki biz Gənclər İdman Nazirliyi olaraq da müxtəlif tədqiqatlarla həyata keçiririk və görünən odur ki, Azərbaycanda əsas gənclər arasında problemlərin 4 kateqoriyası var və bu 4 kateqoriyada olan bu narkomaniyadır, erkən nikahdır, daxili miqrasiyadır, məşğulluqdur və bu istiqamətdə biz bu blogerlər vasitəsilə nələr eləyə bilərik? İstədiyimiz mesajı və faydalı kontenti onlar vasitəsilə gənclərə çatdıra bilərik. Minnətdaram suala verdiyiniz cavabı üçün. Bizim hal-hazırda reklamlarımız var. Baxaq reklamlara. Bəli, tamaşaçılar, reklamlarımız da bitdi, söhbətimiz davam edirik. Gəlin elə söhbətimizi elə qaldığımız yerdən davam edək. Gənc jurnalistlər, blogerlər. Daha hansı tədbirlər planlaşdırılır? Çox sağ olun bir daha. Birincisi, bu mövzu Rami müəllim qeyd elədi bizim üçün elə çox önəmlidir və vacibdir. Xüsusilə də nəzər salaq ki, bu sahədə yaxşı mənada bir xaos yaşanır, amma bunun bir məzmunu yoxdur. Yəni, gənclər sferasında məzmunu yoxdur. İstər idman, istər digər sahədə. Biz deyirik ki, birinci yaxşı bir əməkdaşlıq formulaşdıraq və 3 vacib bir element var bizim üçün. Bir, istərdik ki, onların fəaliyyətinə yeni dəstək mexanizmləri formalaşdıraq, dövlətin yeni dəstək mexanizmləri. Bunu xüsusilə müzakirə etmək istəyirik ki, onlar necə inkişaf edə bilərlər, Gənc İdman Nazirliyinin onlara necə dəstək ola bilər, hansı yeni birgə layihələr icra edə bilərik. Və belə bir ideya var ki, gənc jurnalistlərin bir müsabiqəsini keçirdək. Bunu da istəyirik o forumda müzakirə eləyək ki, bunu necə görürlər bizim bu sahədə təmsil olunan gənclərimiz. Üçüncüsü isə yay ayında inşallah istəyirik ki, onların bir yaxşı bir düşərgəsini təşkil edək, böyük bir düşərgəsini. Çünki bu sferada hamı özü üçün fəaliyyət göstərir, yəni qeyd etdiyimiz kimi. Amma bunlar arasında əməkdaşlıq, şəbəkələşmə, birgə müzakirələr olmadığı üçün biz istəyik ki, bu sahədə də bunları müzakirə edək. Bu üç istiqamətdə ilkin forumda qoya biləcəyimiz məsələlərdir. O yenə də forum onların forumudur. Yəni necə deyəcəklər, nə tər deyəcəklər. Birgə, çünki o istəklər, arzular əsasında növbəti mərhələdə əməkdaşlığımız olacaq. Bu təbii ki, Respublika səviyyəsindən keçirilən 15-10 çünki biz eyni zamanda gənclər təşkilatlarının forumunu nəzərdə tutmuşuq. Yeni çağırışlar və gənclər təşkilatları. Onlara baxış var ki, onlar necə gənclər sferasında daha da fəal təmsil olunmalıdır. Ondan başqa İnklüziv Gənclər Festivalı var. O xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim sağlamlıq imkanları məhdud olan gənclərimiz də var ki, onlar mütləq əhatə olunmalıdırlar. O cümlədən bu il ilk dəfə olaraq 2 paytaxt birdən-birə seçildi, Gənclər paytaxtı. Mingəçevir 2023-cü ilin Gənclər paytaxtıdır. İl ərzində daha çox fokuslanacaq, orada daha çox fəaliyyətdə olacaq. Tədbirlərin böyük hissəsini orada yəqin ki, salacaqsınız. Bəli, elə bir. Çünki biz hər il bir rayon paytaxt seçilir və məqsəd odur ki... 2022-ci il hansı idi? Tovuz idi. Tovuz. Məqsəd odur ki, həmin rayon çərçivəsində biz həm də əhatəyə təsir eləyək, digər rayonlara da təsir olsun. Deyim ki, digər rayonlarda olduğu kimi, şəhərlərdə olduğu kimi Mingəçeviri xüsusilə qeyd eləmək lazımdır. Həqiqətən çox istedadlı gənclər var Mingəçevirdə. Çox istedadlıdır. Mən hələ futbol tərəfini deyimsə, Fuad müəllim, həmişə misal üçün elə milli komandaların özlərində də Mingəçevirdən kifayət qədər istedadlı həmişə futbolçular, digər idman növlərini əhatə edən adamlar da, yəni gənclər də çoxluq təşkil edirlər. Sizinlə razıyam və bizim təcrübələr orada biz elmi-texniki yaradıcılıq istiqamətinə maraqlı gənclərlə oradan çox rastlaşmışıq. Ola bilər şəhərin öz mühitindəndir, çünki həmişə necə eşitmişik, energetiklər şəhəri, texnikanın daha çox, elmin daha çox ilk gəlib çatdığı yerlərdən biridir. Həm də bildiyimiz görə orada
belə deyək də, elmi istehsalat müəssisələri də var. Xüsusilə də bildiğim qədərilə Kür kompüter zavodu vaxtı ikən vardı, indi bilmirəm fəaliyyət göstərir yoxsa yox. O cümlədən əhalinin, şəhərin özünün mühiti çox maraqlı mühitdir. Çünki əsl gənclər şəhəridir və düşünürük ki, həqiqətən də burada tam şəffaf 4 şəhər idi. 4 şəhərdən tam şəffaf formada seçim oldu. Kollegiyanın üzvləri tərəfindən. Maraqlı digər şəhərlər hansılar idi? 24 artıq Lənkərandır. 24 Lənkərandır. Bu il ilk dəfə olaraq bir ildə iki şəhər birdən seçildi. Yəni 23 və 24. Ki, bu da nə üçündür? Maraqlı təşəbbüs edir ki, digər şəhər artıq bilir ki, bir ildən sonra Gənclər paytaxtıdır. O artıq hazırlaşma, həm çox vaxtı var, həm əlavə fəaliyyətlər. Bəli. Yəni, məsələn, Mingəçevirdə bəlkə bir balaca onun sıxlıq yaradacaq qrafikində, amma Lənkəran artıq buna tam hazır olacaq. Və düşünün ki, bu ilin sonunda da digər rayon və şəhərlərdə baxmaq olar. Yəni, bir sözlə, Gənclər həftəsi çərçivəsində keçiriləcək tədbirlər sırf gənclər üçündür və düşünün ki, bu il keçirəcəyimiz fəaliyyətlər gəncliyin daha çox təbəqəsini əhatə edəcək və onlar üçün hətta bu böyük bir partidə nəzərdə tutulub, təxminən bir 3 minə yaxın və adını demək istəmirəm, çünki elan olunacaq və gedəcək efirdə də və fürsətdən istifadə edib hamını orada iştirak etməyə də dəvət edin. Belə bir məqama toxunmaq istərdim. Bildiyimiz qədərilə 44 günlük vətən müharibəsində bir çox gəncimiz iştirak edib və bir çoxuna psixoloji dəstək vacibdir, mütləqdir. Və Gənclər və İdman Nazirliyində hər hansı bir şöbə yaradılıbmı bu dəstəyi göstərmək üçün? Bu bizim belə də fəaliyyətimizin əsas tərkib hissəsidir və mən bəx 62% deyəndə qeyri-formal təhsil, mən 38% hissəsini demədim. 38 hissə fəaliyyətimizin məhz vətən müharibəsində iştirak edən ailələrin, onların həm ad günlərinin, anım mərasimləri, ziyarətlər, fəxri şəhidlər xiyabanına getmək, onların məzarlarını ziyarət etmək, yəni daha çox fəaliyyətlər yönəlib. O cümlədən də bizim gənclər evlərində psixoloji xidmətlərimiz var, bizim psixoloqlarımız var. Onlar hər gün, onların əsas fəaliyyəti məhz həmən ailələrə psixoloji dəstək göstərməkdir və qeyd edeyim ki, vətən müharibəsindən dərhal sonra biz psixoloqlarımız üçün bir daha da təlim keçdik, onları daha da hazırlıqlı səviyyəyə gətirdik. Onlar o dövrdə daha çox, biz müharibədən sonra daha çox buna ehtiyac oldu. Hətta adi insanlara belə bu, çünki qonşusudur, tanıdığıdır, tələbəsidir, çox insanlar, hər birimizə təsir edib təbii ki. Ona görə ilk dövrlərdə daha çox axım var idi. İndi artıq, belə dedik, bütün məsələ yavaş-yavaş yoluna qoyulduğu üçün o istiqamətlərə təbii ki, biz hətta mən qeyd edim ki, bizim şəhid övladları bizim üçün o qədər çox əzizdir ki, biz onlar üçün həm yay, həm qış aylarında düşərgələr edirik. Dekabrda etdik, iki dəfə dalbadal və indi yenə bizi fevralda şəhid övladları üçün planda var. Bəli, biz sadəcə bu haqda danışmaq o qədər çox xoşlanmırıq, çünki bu bizim həm bir vətəndaş kimi, həm də vəzifə borcumuzdur bunu etmək və düşünürük ki, fəxr etdiyimiz bir, qürur duyduğumuz bir mənbədir və onların qarşısında bizim hər birimizin, Cənab Prezident edilmiş, hər birimizin borcumuz var və bu borc müqəddəs borcu. Düşünürük ki, hamımız bir yerdə bu işi görməliyik. Sualca cavab olaraq onu yekun olaraq bildirmək istəyirəm ki, bəli, bu bizim əsas fəaliyyət istiqamətimizdir və bu haqda biz bəlkə daha çox danışmalıyıq, o qədər çox danışmağı xoşlanmırıq. Əslində, vaxtımızda çox az qalıb, Fuad müəllim. Rahman müəllim, siz nə istəyərik fikirlərinizi öyrənək? Bax, qarşıdakı tədbirlər, planlar haqqında. Sözün açığı, mənə ən çox cəlb eləyən o jurnalistlərlə gənc blogerlər arasında olan, yəni gələcək üçün nəzərdə tutulan tədbirlər idi. Əslində, bu haqda daha çox şey eşitmək istəyərdim. Ayrıca danışar olunur. Efirdən sonra hökmən söhbət eləyəcəyik, ancaq istəyirəm efirdə də deyin, əgər demədiklərinizi, nə demək istəyirsinizsə, buyurun. Ümumiyyətlə, Gənclər həftəsi və ümumiyyətlə gənclər siyasəti ilə bağlı Gənclər İdman Nazirliyi həmişə, belə deyək, bundan sonra da araşdırma əsaslı fəaliyyətləri qurmağa planlayır. Yəni, biz bütün Azərbaycanda, bütün gənclərin hansı meyilləri var, hansı maraq çərçivələri var, hansı tələbləri var, hansı istiqamətlərə daha çox yönəlmək istəyirlər, nə kimi dəstəklər lazımdır. Burada həm məşğulluq, həm əyləncə tərəfi və biz bununla bağlı da Gənclər İdman Nazirliyi olaraq aylıq, hətta deyərdim ki,
hər 2 həftədən bir araşdırmalar həyata keçirib məhz bu istiqamətdə fəaliyyəti qurmaqda davam eləyəcəyik. Mən düşünürəm ki, bütün gənclər, bizi izləyənlər Gənclər İdman Nazirliyinin bütün media kanallarını belə deyək ki, izləsinlər. Çünki biz orada maraqlı paylaşımlar, kontentlər paylaşırıq və düşünürük ki, məhz elanları da oradan öyrənərək bizim tədbirlərimizdə, bizim fəaliyyətlərimizin bir parçası ola bilərlər. Mənim ən çox maraqlandıran daha bir sual var. 40 yaşım var, məni dəvətliyəm yoxsa yox? Özünü gənc ruhda hiss eləyən hər kəs dəvət. Təşəkkür edirəm biriniz üçün. Maraqlı cavablara görə işlərinizə uğurlar arzulayıram gələcəkdə. Təşəkkür edirəm bir daha gəlib suallarımızı cavablandırdığınız üçün. Belə tamaşaçılar, saat 10-a yaxınlaşır. Bu o deməkdir ki, idman xəbərlərinin ilk buraxılışının vaxtıdır. Həmkarım Nigarın təqdimatında izləyəcəksiniz. Biz isə sizlərlə yenidən ikinci hissədə görüşəcəyik. Hələlik. Belə tamaşaçılar, verilişimizin ikinci hissəsi artıq efirdədir. Bir daha sabahınız xeyir, maraqlı idman xəbərləri ilə davam edirik ikinci hissəmizi. Belə ki, Serbiyanın Sambor şəhərində qız və qadın boksçular arasında Millətlər Kuboku davam edir. Yarışın 5-ci günündə final döyüşlərinə start verilib. Həll edici görüşlərdə isə ilkin olaraq Azərbaycan millisinin 2 idmançısı ringə çıxıb və elə ikisi də qələbə qazanıb. Maraqlı xəbərə görə təşəkkür edirəm. Qarşıda bizim nəyimiz var? Canlı bağlantımız var və Kimə biz bağlanırıq? hal-hazırda Sahib Mehdiliyə bağlanırıq. Aha. Sahib, eşidirsən bizi? Buyur, söz səndədir. Salam dostlar, sabahınız xeyir olsun. Ekran qarşısında bizi izləyən izləyicilər də salam veririk. Yeni həftələrində uğurlar arzu edirik. Biz bugün fərqli bir məkanda Fitness Lab idman zalındayıq. Həftə ərzində mövzumuz isə fitness olacaq. Ən əsas da bu xanımları maraqlandırmalıdır və onları müxtəlif hərəkətlərlə, elementlərlə, eləcə də təlimatlarla bilgiləndirəcəyik. Bizə həftə ərzində kömək edəcək məşqçimiz isə Salatın Əsədov olacaq. Dəfələrlə Respublika çempionu. Sabahınız xeyir olsun Salat xanım. Sabahınız xeyir. Biz bu həftə ərzində, yəni fitnessdə məhz əlaqəsusta xanımlar üçün, hansı ki zala ilk yazılan xanımlar var, müəyyən dərəcədə anlayışı olmayan insanlardır, hansı ki səhvlərə yol verirlər. İstər pəhriz proqramları olsun, istər məşq proqramları olsun. Onları istərdik sizin vasitənizlə təlimatlandıraq, müəyyən hansı o vacib bilgilər var ki, onlarına çatdıraq sizin vasitənizlə. Məmnuniyyətlə, çünki mən də hər bir xanımın fit olmağını, gözəl olmağını sevirəm və xanımlar hər zaman özlərinə baxmalıdırlar, mənim fikrimdə. Xanımlar yox, elə bəylər də baxmalıdır, çünki yeganə bizdə daimi yanımızda olan şey bədənimizdir və bədənimizə maksimum qayğısına qalmalıyıq. Bugün bu məşqdə bizə kömək olacaq Leyla xanım, gözəl xanımımız və belə bir şey deyim, xanımın həqiqətən ilk məşqidir. Hətta ilk məşqidir. İstəyirsiniz ikinci məşqinizdə də emosiyalarını paylaşar bizimlə. Belə deyim, xanım gördüyünüz kimi yetərincə zərifdir və ilk məşq mənim və məncə bütün trenerlərin fikir verdiyi nöqtə odur ki, öncəliklə xanımın məqsədi nədir? Yəni, hal-hazırda zərif bir xanım köklərdir, gəlir ki, arıqlamaq istəyirəm. Və zərif xanım niyə gəlir? Zərif xanım arıq, incə bir xanımdır, ona görə gəlir ki, bir sağlam olmaq, iki, forma daima eyni qalmır. İstər-istəməz fəsadlar törədir və bunun qarşısını öncədən almaq lazımdır ki, sonrasında həkimlərə müraciət eləməyək. Belə deyim, mən tələbəni gəldikdə, baxın, bugün birinci məşqimizdə, siz trener olaraq mənim yanıma gəlsiniz, ilk edəcəklərimi deyirəm. Əgər çəkiniz artıqdırsa və ya belə deyim, heç vaxt məşq eləməmsinizsə, mənim ilk etdiyim sizi bir 10 dəqiqə, 15 dəqiqə yürüyüş aparatında gəzdirmək olacaq. Lakin biz bunu bugün etməyəcəyik, məşqdən sonra qoyacaq, xanım bizdən sonra gəlsin və biz ilk öncə isinmə hərəkətlərindən başlayacaq. Bədəni ilk öncə gözəlcə isidirik, çünki heç bir məşq eləməmiş bədən çox xamdır. Hər hansı bir zədə ala bilər, hər hansı bir problem yaşaya bilərik. Bir də ən önəmli, zəhmət olmasa məşqə arıq və ya kök fərq etmir, ac gəlmir. Məşq vaxtı istər-istəməz halınız pisləşə bilər və bunun nəticəsində, belə deyim, sonrasında pis fəsadlar yaşaya bilər sizdə. İstəmədiyimiz hansı ki, o hadisələr başımıza gələ bilər. Rutin olan bir şeydir və bir şey də vurğuluyum.
fast food yeyərək də məşqə gəlməyə məsləhət görmürəm. Çünki onun da verdiyi enerji sizə o məşq boyunca kifayət eləmir. Yarım saat sonra sönmə baş verir. Ona görə gəlin biz ilk məşqimizə isim hərəkətlərindən başlayaq. Xanıma ilk öncə prosesdə mən bədənini tanımağa çalışdığım üçün həqiqətən birinci gündür yanımdadır, öz tələbəm deyil. Və bu səbəbdən mən xanımın həm bədənini tanıyacağam, həm də ki, belə deyim, hər bir hissəsinə hissə-hissə məşqlər edəcəyik ki, səhərsi gün xanım rutin həyatına dəhşətli əziyyətlər çəkmədən davam eləsin. Olar mı? Siz hərəkətləri göstərin əyani olaraq. Daha sonra da məlumat verin. Qarşı-qarşıya siz istəyirsiniz bizi kənardan baxa bilərsiniz. Öncəliklə qollardan başlayırıq. Hər bir hərəkəti 3-3 ön və tərs edirik. Qollar. Tərs. Sonra dirsək. Digərlərini dönmüşdür. Barmaqlarda da düzdür. Yuxarıdan aşağı açma prosesi getdiyinə görə yuxarı nahiyələrdən başlayırıq və düşürük indi hal-hazırda bel və sonra ayaq. Əlləri və beli və zəhmət olmasa öncə beli fırladırıq. Çalış zəhmət olmasa belinlə fırlan, çanağınla. İyi tərs. Və ayaqları geniş açırıq. Əlləri yanda. Çanaq hərəkətləri ilə çanağı və ayaqları açırıq mütləq şəkildə. Hər tərəfə 2 dənə, 3 dənə eləsə kifayət eləyir. Çünki sonrasındakı məşq də o dərəcədə ağır olmayacağı üçün kifayət eləyir. Lakin artıq 3 məşqi keçəndən sonra bu razminkanın, yəni isim hərəkətlərinin dəqiqəsini artırmaq lazımdır. İyi, eyni formada dönürük yana. Arxa ayaq barmaq ucunda zəhmət olmasa. İddia artıq. Və ən son ayaqlar çiyin bərabərində. Bu hərəkəti davam edəcək, çünki həm ilk hərəkətimiz, həm də isinməni bitirdiyimiz hərəkət budur. Ayaqlar çiyindən biraz geniş, barmaqlar biraz yana baxır, əllər çanağa. Öncə çanağı arxaya veririk, sonrasında əllər yanına, dümdüz şəkildə otururuq arxaya. Qalxdıq, getdik bir dənə də. Oturarkən nəfəs alın, dərin qalxandan bütün nəfəsi buraxın. Zəhmət olmasa 2 dənə də elə, 5 dənə. Say olaraq biz çox sayı göstərməyəcək ki, bir neçə hərəkət çatdıraq. Lakin hər bir hərəkəti 10-15 yanaşma arası, 10-15 dəfə 3 yanaşma arası eləsələr kifayətdir. İlk məşqi heç kimə məsləhət görmürəm, ağırlıq götürməyi, götürsəniz belə maksimum 1 kilo və ya rezindən istifadə edə bilərsiniz. Öncəki göstərdiyim ilk hərəkətdir. Bazı hərəkətidir, məşqlərdə ən önəmli ilk zala girəndə görə biləcəyiniz hərəkətdir, prisidayın. Sonraki hərəkət, ayaqları bir addım arxaya atırıq, geniş bir addım. Arxa ayaq barmaq ucunda, çox açma, biraz bağla. Əllər ön ayağın dizində və arxa ayağın dizini qatmamağa başlayırıq. Qalxdıq, yenidən. Bu ayağın ön və arxa əzələsini belə deyərik də, ümumilikdə aktiv. Əslində bütün ayağı işlədir, amma bunu etmək formasına görə, məsələn, daha dar qoyub, dizi qabağa çıxartdıqda kvadrisepslər daha çox Yəni ön əzəllər, ayağın ön. Ön əzəllər. Lakin arxaya qoyub bunu arxa ayağı 90 dərəcə indirib, ön ayağı da 90 dərəcə saxladıqda, bəli, alt əzəllər də qoşulur üstə. Hər hansı bir naqruska oynaqlara düşmür. Yəni ən düzgünü 90 dərəcə olmağına fikir verməkdir. Burada da, burada da. Həm travmanın qarşısını alır, hər hansı bir problem yaşamırıq. Digər ayağı da zəhmət olmasa 2 dənə, 3 dənə elə. Xanıma baxın. Отлично. Geniş açlıqda bunu sarğı əzələsi gedir də popa. Yan əzələsi. Yan əzələsi. Bəli, daha geniş açdıqda və bunu gəziş formasında elədikdə bu sarğı əzələsinə daha çox işləyir. Sadəcə mən sizə dediyim kimi ilk öncə
90 dərəcəni saxlamağı bacarmayan insan bunun heç bir variasiyasını, yəni növlərini edə bilməz. Bir prisidanyadan 5-6 prisidanya çıxır, bir vıpıddan 5-6 növ vıpıd çıxır və bu onun davam olan variasiyalardır. Ən son bir dənə də yuxarı hərəkət göstərmək istəyirəm. Bunun üçün kiçik də olsa qantel istifadə edəcəyik. Bir dənə. Bu ilk qantellərimiz, ən çox sevdiyim qantellərdir. Onlara konfeti oxşadır. Əlləri və yanında qoy, dümdüz. Aha. Dümdüz yanını qabağa qaldırırsa, aha, aşağı və yana. Evet, işte. Önə, yana. Bu halda qollar, çiyinlər, sinə hər bir formada açılır. 3, bir hərəkət də göstərə bilərik əslində. 4 hərəkət bir günə kifayət edəsin. Aha. Kifayət edər, onu da vaxtımızı nəzərə alaraq, məhdud vaxtımızı nəzərə 10 saniyə. 10 saniyə onu da göstərə bilərik. Əllər yanınızda. Aha. Prosto qaldır. Aha, sağ. Çox əyilmədən arxaya qaldır. Aferin, yavaşca, tələsmə. Aha, qaldır. Normaldır. Hər bir tələbə ilk günü, belə deyim, hərəkətləri gözündə böyüdür. Lakin zamanla başa düşür ki, fitness görüldüyü qədər qorxuducu bir şey deyil, hətta zövq alınacaq bir şeydir. Aydındır bizə, biz sizə təşəkkür edirik Saad xanım. Həttən ilk gündə, ilk məşqimizdə bizi təlimatlandırdınız, eləcə tələbənizə də minnətdarıq. Növbəti günlərdə də sizlə birgə olacağıq, lakin indi isə məhdud vaxtımızdan dolayı sağollaşmaq məcburiyyətindəyik. Sağ olun, sağlam qalın. Təşəkkür edirik Sahib. Xatırladaq ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Sahib Mehdili idi. Bax belə, bizim hər gün səhər tezdən önümüzdə fitnessə ehtiyacımız var. Bəli. Zamiqin nə edə ehtiyacı görəsən? Sənə? Klipi var Zamiqin, sağollaşmamışdan əvvəl. Həmin o klipi izləyin, özünüzdən müğayət olun. Biz sabah səhər tezdən yenə buradayıq. Yenidən sizlərdən görüşə gələcəyik. Sağ olun, sağlıqla. Hələlik.